Dovğa mənim ən pik nöqtəmdir deyə bilərəm. Yay-qış demədən hər gün bezməyəcəyim, yeyə biləcəyim bir yeməkdir. Bunun üçün dovğanı hər zaman bişirəndə müxtəlif üsullarla bişirirəm. Və ən sonunda çox sevdiyim bu üsul olduğu üçün bunu sizlərlə bölüşmək istədim. İlk öncə qatığı qazana töküb, yaxşıca çırpıcı ilə çalırım. Artıq qatıq tam açıldıqdan sonra üzərinə su əlavə edərək su və qatığın qarışmasını təmin edirik. Daha sonra üzərinə bir xörək qaşığı yarım un əlavə edirəm. Tam olaraq çırpıcı ilə açıram. Öncədən yuyulmuş düyünü və yumurtanı bir yerdə qarışdıraraq üzərinə əlavə edirəm. Və ümumi olaraq sonda bunların hər birini qarışdırıram. Bir-birinə qarışdıqdan sonra ocağın üzərinə qoyuram. Ocağın altını vamxodda qoyduqdan sonra ara-ara qarışdırmağı unutmadan göyərtiləri doğramağa başlayıram. Dovğanın göyərtisini az sevdiyimdən əsasən az göyərti seçim etdim. Ən əsası isə bəzi yerlərin pərpətöyün, bəzi yerlərin isə erməni tərəsi dediyi bu göyərtini doğramaqla başladım. Siz nə deyirsiniz onu da yorumlarda qeyd edərsiniz mütləq. Göyərtini doğrayarkən isə ən diqqət etdiyim nüans onların çox xırda olmasıdır. Göy soğanı xırda-xırda doğrayaraq üzərinə əlavə edirəm. Bilirəm ki, bəzilərinizə maraqlı gələcək ki, göy soğan qatılır. Bəli, mən də əvvəllər qatmadım, amma bu üsul çox dadlı alındırır dovğanı. Və artıq göyərtilərimiz hazırdır. Dovğanı yenidən bulayaraq üzərinə əlavə edirik göyərtilərin hər birini. Daha sonra yenidən qarışdırırıq. Unutmamış üzərinə quru nanə də səpdim. Quru nanə ilə çox dadlı olur dovğa əsasən. Və bu da artıq dovğamız hazırdır, qaynayır. Üzərinə öncədən bişirib dondurduğum noxudları əlavə edirəm. Və yenidən hər birinin tam bir-birinə qarışması üçün çırpıcı vasitəsilə qarışdırıram. Daha sonra isə son nöqtədə ocaqdan götürməmiş duzunu əlavə edirəm. Hansı ki, duz ən sonda əlavə edilməsi onun çürüməsinin qarşısını alır. Və artıq dovğamız bişdi. Göz haqqınızı halal edin. Bəyəndinizsə yorum yazmağı, takib etməyi unutmayın.